Bax, Qəbələ düşdü birinci liqaya, amma Qəbələ bu il keçən il Premyer Liqada oynadığı vəsaiti UEFA-dan aldı. O böyük dəstək oldu. Şamaxı da eyni UEFA-dan gələn maliyyə vəsaiti dəstəyini almışdı. Amma bu mövsüm artıq o sistem dəyişib. 2 dəfə pul aldı klublar. Bir ötən mövsümün, bir bu mövsümün. Səbail o pulu alıb. Əgər kassasında o pul qalıbsa bir şey deyə bilmərəm. Əgər qalmayıbsa, onlar birinci divizionda oynayanda o pul onlara gəlməyəcək. Yəni, nə Qəbələ kimi, nə Şamaxı kimi ümid eləyə bilməzlər ki, UEFA-dan gələn pul olacaq. Bax, bu öz yerim. İkincisi, Qəbələnin bir infrastrukturu var. Onun saxlanma xərcləri baha olsa da, amma digər klublara icarəyə verməklə, digər klubların istifadəsinə verməklə bir də pul qazanıblar. Qazanıblar necə? Yəni, ən azı o pulla heç olmasa əldə olan infrastrukturun qorunub saxlanma xərclərini qarşılayıblar. Və dediyim kimi, akademiya, məşqçilərin maaşı, heyət bu 300 mindən başa gəlməyib. Heç olmasa, yenə deyirəm, indi müəyyən pulu deyək ki, UEFA-dan gəlib. Mən milyon yarım ümid edirəm də. İndi onun bir qismi UEFA-dan gəlib, bir qismi yəqin ki, o meydançaları icarəyə vermək və s. gəlib. Amma bir xeyli qismi də sponsordan gəlib. Sponsor yəni kömək eləyib, dəstək eləyib. Hə, elə bir dəstəyi olacaqmı Səbailin? Çünki Səbailin artıq mən bildiyim qədərinə sponsorları o qədər də kömək etmək əvəzində deyirlər. Bir, elə bir infrastrukturları yoxdur ki, oradan pul qazansınlar. Çünki həmin o Bayaldakı baza AFF-ya məxsusdur, Səbaila məxsus deyil. Üstəgəl UEFA-dan da dediyim kimi onlara pul gəlməyəcək.